Muzlu işlə əlaqədar ödəmə mənbəyində tutulmalar üzrə vahid bəyannamənin işçisi olmayan fiziki şəxslər üzrə tərtib edilməsi və göndərilməsi barədə video təlimat. Muzlu işlə əlaqədar ödəmə mənbəyində tutulmalar üzrə vahid bəyannamə işçisi olmayan fiziki şəxslər vergi ödəyiciləri tərəfindən uçotda olduqları vergi orqanına rüb başa çatdıqdan sonra növbəti ayın 20-sindən gec olmayaraq təqdim edilməlidir. Bunun üçün İnternet Vergi İdarəsinin New e-Taxes Govas portalına daxil olmaq lazımdır. Asan imza və yaxud Sima token gücləndirilmiş elektron imzalardan istifadə etməklə daxil olmaq lazımdır. Elektron kabinetinə daxil olan istifadəçi ilk növbədə yeni pəncərədən bəyannamələr modulunu seçir. Yeni sistemin menyusundan yeni bəyannamə bölməsinə keçid edilir və ilk addım olaraq açılan ekrandakı müvafiq məlumatlar tərtib edilir. Vergi adı sətrində təqdim olunmalı bəyannamənin adı siyahıdan seçilir. Dövr sətrində isə bəyannamənin aid olduğu hesabat dövrü qeyd edilir. Bəyannamənin növü sətrində 5 seçim variantı mövcuddur. Əgər hesabat dövrü üçün ilkin bəyannamə göndərilərsə, o halda cari bəyannamə seçilməlidir. Daha sonra davam et düyməsi sıxılır. Açılan ekrandakı müvafiq bəyannamə ümumi məlumat bölməsindən ibarətdir. Vergi ödəyicisi rüb ərzində fəaliyyəti olmadıqda bəyan ediləcək məlumatım yoxdur bəndinə işarə qoyaraq bəyannaməni təqdim edə bilər. Həmin bölmədə vergi orqanının adı, vönü, vergi ödəyicisinin tam adı və əsas fəaliyyət növü barədə məlumatlar sistem tərəfindən avtomatik əks olunur. Vergi ödəyicisi əlaqə hissəsində onunla əlaqə yaratmaq üçün mobil və ya stasionar telefon nömrələrini əlavə et düyməsi vasitəsilə əlavə edə və sil düyməsi ilə silə bilər. İstifadəçi fəaliyyət növünün kodu sətrində məcburi dövlət sosial sığorta məqsədləri üçün fəaliyyət növünün kodunu siyahıdan seçir. Seçilmiş məcburi dövlət sosial sığorta məqsədləri üçün fəaliyyət növünün koduna uyğun olaraq icbari tibbi sığorta üzrə fəaliyyət növünün kodu sistem tərəfindən avtomatik əks olunur. Vergi ödəyicisinin qrupu sətrində vergi ödəyicisinin fəaliyyət qrupunun dəqiqləşdirilməsi məqsədi daşıyan bənd seçilir. Daha sonra irəli düyməsi sıxılmaqla növbəti pəncərəyə keçid edilir. Hesabatın doldurulması üçün ikinci bölmə, işçilər, sığorta olunanlar üzrə məlumat, əlavə bir bölməsidir. Həmin bölmənin muzlu işə aid olmayan fəaliyyətlər üzrə adlanan hissəsində əlavə et düyməsi sıxılır. Açılmış pəncərədə məcburi dövlət sosial sığorta məqsədləri üçün fəaliyyət növünün kodları xanasından fəaliyyət növünün kodu siyahıdan seçilir. İcbari tibbi sığorta məqsədləri üçün fəaliyyət növünün kodları sətrində müvafiq fəaliyyət növünün kodu, həmçinin fərdi sahibkarın soyadı, adı, atasının adı, fini və doğum tarixi üzrə məlumatlar sistem tərəfindən avtomatik əlavə edilir. Məcburi dövlət sosial sığorta haqqı həmin il üzrə qanunvericiliklə müəyyən olunmuş minimum aylıq əmək haqqının müvafiq faiz dərəcələrinə əsasən hesablanır. Əgər sığorta olunanın sözü gedən dövrü üçün fəaliyyəti olmayıbsa, o həmin dövrü üçün fəaliyyətim olmayıb xanasının qarşısına müvafiq işarə qoyur. Sistem avtomatik olaraq sözü gedən dövrü üçün sosial sığorta haqqını hesablamır. Fəaliyyət olan dövr üçün sosial sığorta haqqı sistem tərəfindən avtomatik hesablanır və yadda saxla düyməsi sıxılır. İstifadəçi hesablanmış sığorta haqları üzrə göstəricilərdə redaktə et düyməsindən istifadə etməklə müvafiq dəyişiklikləri edə və yaxud sil düyməsi vasitəsilə bəyannamə formasını silə bilər. Sonra irəli düyməsi sıxılır və əsas hissə bölməsinə keçid edilir. Məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqları üzrə muzlu işə aid olmayan fəaliyyətdən gəlir əldə edən sığorta olunanlar barədə məlumat bölməsi iki hissədən ibarətdir. Məcburi dövlət sosial sığorta haqları üzrə muzlu işə aid olmayan fəaliyyətdən gəlir əldə edən sığorta olunanlar barədə məlumat və icbari tibbi sığorta haqları üzrə muzlu işə aid olmayan fəaliyyətdən gəlir əldə edən sığorta olunanlar barədə məlumat hissələrinin hər ikisinin bütün xanaları sistem tərəfindən avtomatik doldurulur.
Bəyannamənin göndərilməsi üçün aktivləşən təsdiq et düyməsi sıxılmaqla müvafiq bəyannamə forması imzalanır və göndərilir. Qaralamada saxlanılması və daha sonra göndərilməsi üçün isə qaralamada saxla düyməsi sıxılır. Bu zaman ekranda məlumatlar qaralamada saxlanıldı məzmunlu mesaj əks olunur. Əgər bəyannaməni yekunlaşdırmadan saxlamağa ehtiyac yaranarsa və istifadəçi siyahıya qayıt düyməsi vasitəsilə geri qayıtmaq istəyərsə, bəyannaməni qaralama kimi saxlamaq istəyirsiniz məzmunlu mesaj ekranda görünəcək. Qaralama kimi yadda saxla düyməsi sıxılmaqla bəyannaməni qaralamalar bölməsinə keçirmək olar. Təsdiq et düyməsi sıxıldıqdan sonra bəyannamənin təsdiq prosesi başladıldı mesajı ekranda əks olunur. Əməliyyat uğurlu olarsa, bəyannamə işlənildi mesajı görünür və istifadəçi qəbul düyməsini sıxır. İstifadəçi tərəfindən göndərilən bəyannamə forması onun bəyannamələr modulunda əks olunur. Bu hissədə bəyannamənin statusu barədə məlumat qeyd edilir və bəyannamə vergi orqanı tərəfindən təsdiq olunduqdan sonra təsdiqlənmiş statusuna keçir.